Bəli, Şah İsmail Uzun Həsən Ağqoyunlunun nəvəsidir, Bayandurun. Şah İsmail, ümumiyyətlə Şah İsmaili tənqid etmək olar. Amma təhqir edən bir Azərbaycanlı, mən bunu tam məsuliyyətlə deyirəm, birbaşa vətən xainidir. Niyə görə? Çünki bu günləri Azərbaycan Respublikasının silahlı qüvvələrinin Ali Hərbi Ordeni Şah İsmailin adınadır. Bu günləri Şah İsmailin adına gedin baxın, Azərbaycan Milli Ordusunun Hərb Tarixi Muzeyi var. Görün o Hərb Tarixi Muzeyində kimin portretləri, kimin döyüş yolu təqdim olunur. Daha sonra gedin Azərbaycanın hərbi akademiyalarına, Heydər Əliyev adına, Cəmşid Naxçıvanski adına, gedin o hərbi akademiyalara baxın, görün bizim əskər və zabitlərimizə hansı hökümdarın tarixi keçirilir. Bu günləri biz Qərbi Azərbaycandan danışırıqsa, biz bugün İrəvandan danışırıqsa, İrəvan qalasını Şah İsmail tikib. Şah İsmail sən tənqid eləyə bilərsən, fikrin bəyənməyə bilərsən, müzakirə də eləyə bilərsən. Amma Şah İsmaili təhqir eləyən Azərbaycanlıdan gedir söhbət burada. Azərbaycan vətəndaşından gedir. Birbaşa vətən xainidir. Bunu istənilən adama, istənilən formada sübut eləməyə hazır.